çox bərbad gündə idi. Asfalt örtüyü tamamilə yox vəziyyətdə idi. Yağış yağanda burada sel bir neçə dəfə girib həyətə dolub. Bizim müraciətimizi qiymətləndirdilər. Çox sağ olsunlar. Abşeron rayonunda infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Masazır qəsəbəsində yolların abadlaşdırılması və asfaltlanması işləri sürətlə davam etdirilir. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq qəsəbədə uzun müddət təmirə ehtiyacı olan küçə və məhəllə daxili yollar əsaslı şəkildə bərpa edilir. Aparılan işlər çərçivəsində yol örtüyü yenilənir, yararsız vəziyyətə düşmüş hissələr tamamilə sökülərək yenidən asfaltlanır. Eyni zamanda yol infrastrukturunun dayanıqlığını artırması üçün zəruri texniki tədbirlər görülür. Layihənin əsas məqsədi qəsəbə sakinlərinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Xüsusilə payız-qış mövsümündə yaranan çətinliklərin aradan qaldırılması baxımından da bu işlər mühüm əhəmiyyət daşıyır. Sakinlər görülən işləri yüksək qiymətləndirir, yolların abadlaşdırmasının gündəlik həyatlarına müsbət təsir etdiyini bildirirlər. Onların sözlərinə görə əvvəlki illərdə mövcud çala-çuxurlar və hərəkət üçün yaranan çətinliklər artıq aradan qalxır. Qəsəbənin ümumi görünüşü xeyli yaxşılaşdırılır. Doğrudan da bizim bugünkü gündə məhəlləmiz həqiqətən çox bərbad gündə idi. Asfalt örtüyü tamamilə yox vəziyyətdə idi. Şükürlər olsun ki, müraciət elədik, müraciətimizə baxıldı və bugünkü gündə məhəlləmizə gördüyünüz kimi gözəl asfalt örtüyü vurulur. Elə ayağım o vaxtı yağışda girdim suyun içine, təzə operasiya olmuşdu. Təzədən mən zarajayla verdi, gəldim bu vəziyyətə çıxdım. İndi yollarınızı asfaltlayırlar. Allah canınızı sağ eləsin, hamının Allah kömək olsun. Bu görülən işlərdən razısınız ümumiyyətlə? Əlbəttə razıyım. Bələdiyyədən, icra hakimiyyətindən çox razıyım. Bizim müraciətimizi qiymətləndirdilər. Çox sağ olsunlar. Sakinlərin şikayətlərini nəzərə aldılar və bugün Afiyəddin Cəlilov küçəsində də bu asfalt örtüyünün davam etdirilməsi işləri görülür. Çox yüksək qiymətləndiririk. Çox sağ olsunlar. Minnətdarıq. Masazır kənd bələdiyyəsi tərəfindən təmirə ehtiyacı olan küçələrdə asfaltlanma işləri gedir. Hal-hazırda da Afiyəddin Cəlilov küçəsində asfaltlanma işləri davam etdirilir. Gördüyümüz işlər mərhələli şəkildə davam etdirilir. Buradakı Afiyəddin Cəlilov küçəsində təmir işlərimizi bitirəndən sonra mərhələli şəkildə növbəti küçələrdə də təmir işlərinə start verəcək. Abşeronun qəsəbə və kəndlərində sosial infrastrukturun yenilənməsi istiqamətində tədbirlərin mərhələli şəkildə davam etdiriləcəyi bildirilir. Nizam Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.